Selamun Aleyküm ve Rahmetullah. Azərbaycandan, Qarabağdan, Ağdam məscidindən qısa bir tövsiyə etmək istəyirəm. Allah Teala buyurur ki, eğer Allah'a şükür etseniz, Allah verdiği nimetleri artırar. Eğer Allah'ın verdiği nimetleri görmemezlikten gelseniz, Allah buyurur ki, bilin ki azabım şiddetlidir. Allah Teala həmçinin Kur'an-ı Kerim'de başka bir ayda buyurur ki, Allah'ın nimetlerini saysanız sayıp bitirebilmezsiniz. Bakın, uzun iller Ermeni işğalında olan möhtəşəm Ağdam məscidi bugün azadlığa qovuşmuştur. İşğaldan azad olmuştur. Ve Allah'ın nimetlerindendir bu məsciddə. Bu məscidin Ağdamda varlığı ve Azərbaycan hakimiyyəti tərəfindən təmiri, istifadeye verilmesi, bunların hamısı Allah Azze ve Celle'nin nimetlerindendir. Hakikaten uzun iller Ermeni işğalı döneminde faaliyeti dayandırılmış ve pis məqsədlərdə istifadə edilmiş bu məscidin bugünkü gündə açıq ve güzel təmirli şekilde görmemiz bizi çok gururlandırdı. Allah məscidlərimizin, ibadətxanalarımızın sayını artırsın ve məscidlərin təmirində, inşaatında əməyi olan Allah hər kəsi xeyirlərdə muvaffaq eyləsin. Bu bir kısa hatırlatma, kısa bir nəsihət idi Ağdamın mərkəzi Cümə məscidindən. Sizin